Sizinlə yenə mən, nevroloq və neyromodulyasiya mütəxəssisi Leyla Şahbazova. Gəlin başa düşək, TMS terapiya beyinə hansı mexanizmlə təsir edir və o biri terapiyalardan fərqi nədir? Ümumiyyətcə, TMS terapiya beyinə maqnit impulsları ötürərək müalicə üsuludur və bu zaman heç bir kimyəvi maddədən istifadə olunmur. Və TMS sadəcə olaraq neyronların membran səviyyəsində təsir göstərdiyinə görə əlaqələri yeniləyir və yeni əlaqələr yaradır. Qısaca, sadə dillə desək, refresh verir, yəni yenilənmə verir. Psixoterapiya isə insanın davranışlarını dəyişir, dərman kimyəvi balansını dəyişir, TMS isə ritmini dəyişir. Bu səbəbdən də depressiyada olan insanlara TMS tətbiq olunduqda membran səviyyəsində təsir etdiyinə görə də TMS seansları bitdikdən sonra da TMS-in təsiri davam etməyə doğru gedir, yəni davam edir. Bu səbəbdən də TMS depressiyada olan insanlara çox yaxşı bir müalicə üsuludur. Mövzu ilə bağlı suallarınızı şərhlər bölməsində verə bilərsiniz və daha çox informasiya üçün kanalıma abunə ola bilərsiniz.